Salam, hər bir vaxtınız xeyirli olsun. Deməyə belə bir ütünü ikinci dəfədə təmirə gətiriblər. 2025-ci il 11-ci ayın 23-ü təmir olunub. Yenə də tok gəlmir. İndi ortanı nəticəni bir yerdə izləyirik. Qoruyucular işləmir, termostat işləmir. Bu qoruyucuları mən qoymuşdum. Hamıya maraqlı ola bilər ki, səbəb nə ola bilər? Bu qoruyucuların yerinə məftil qoysaydım, teni yanardı. Burada termostat dövrəyə olunmayıb. Hansı istiqamətdə qalıbsa, o istiqamətdə qalıb. Qaldığına görə də yapışıb, yapışdığına görə də qoruyucunu yandırıb. Termostatda olan naqarı təmizdədik. Bu qaydada 2 ədəd qoruyucu qoyduq. Üzərinə izolyasiya vurmayacağım, havada saxlayacağım. Burada yığılmış, belə deyək, palçıq. Bunları da təmizləyək. Hissəni təmizlədik. Bu üstə rezini təmizləmək istəyirik. Dərman tökdük. Su əlavə elədik. Kirlərini buraxır. Bu qaydada rezin vurduq. Bu hissəni mən yapışdırmışdım. Demək, bunları yoxladıq, hər şey öz qaydasında. Burada olan şurupu dəyişirik. Ön hissəsində saralma var, bunu da götürək. Üzərinə su əlavə elədik, ampermetrə qoşmuşuq. Gücünü götürdüm. Verdik. Bir şey də işlədi. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.